Sonra da gənclərə dəstək verir. Bax, Freres Geyim mağazası, Freres Geyim markası. Bilirsiniz ki, bu gün mənim 25 yaşım var. 21 yaşım olanda, yəni açıq danışımda çiynimdə yük daşıyan bir fəhlə işləyirdim. İşdən sonra onlayn səhifə açıb, çox adam düzdür inanmır buna, deyir adamın olmasa mümkün deyil və s. İşdən sonra belə onlayn şəkildə paltar aparıb satırdıq dostumla bir yerdə. Dastavkalar edirdik metrolara pulsuz. İkinci bir iş qazanc yeri gəlsin deyə də, ikinci bir pul qazana bilək deyə. Yavaş-yavaş elə balaca ofis, balaca bir sex açdıq sonra, aparatlar aldıq. Balaca dükan indi maşallah olsun belə bir univermaq. Yəni heç bir maliyyə dəstəyi olmadan, heç bir daydaş yoxda olmadan. Yəni bu videonu belə bir marağa çəkdim. Yəni sonra hamı deyir gənclərə dəstək, gələ oldu gənclərə dəstək. Yəni bu boyda univermaqda qiymətləri yerlə yeksan edib sizin qabağınıza qoymuşuq. Bu listədəki adi ucuzluq univermaq yox. Brend, geyim mağazası, geyim brendi. Azərbaycanda yerli geyim anlayışı yercəsi yox idi. Sonra nə bilim maşın duşu da qoymuşam. Hər şey eləmişik. Qulluğuzda ayağımızın. Ünvanımız da 20 yanvar metrosundan 2 dəqiqəlik məsafə. 28-də də ünvanımız var, 20 yanvarda da.